Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müğənni Vəfa Şərifovanın ailəsinə ağır itki yüz verib. Məlumata görə sənətçinin dayısı Qəmbər bəy dünyasını dəyişib. Allah rəhmət eləsin, əzizlərinə, yaxınlarına səbir diləyirik. Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov bir müddət öncə idarə etdiyi toydan pulu ala bilmədiyini, bunun musiqilər arasında ciddi narazılığa səbəb olduğunu demişdi. Xəbər verilir ki, ailə ilə qalmaqal yaşayan sənətçi polisə şikayətçi olmuşdu. Tarixin bir günü verilişinin canlı efirində Kərim Abbasov bildirib ki, ev yəsi toyun pulunu ödəyib və məsələ aradan qalxıb.